Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Birinci bloklar sunulan DİM 20 sınağın sonuncu 20 sınağın izahına baxaq. Deməli, birinci sualda cisim OX oxu üzrə hərəkət edir. Cisimin sürətinin proyeksiyasının zamandan asılı qrafikini əsasən 12 saniyə ərzində gedilən yolun yerləşmə moduluna olan nisbətini hesablayın. Deməli, şu birincisi gedilən yolumuzu tapaq. Bura qədər. Ondan 4-ə kimi bir fiqurumuz var. Olacaq deməli 10 vur 4 bölü 2-dən 20 metr bura. Daha sonra burada bir üç bucağımız var. 8 vurulsun. Üzrüm 8 deyirəm, 4 vurulsun -5 bölü 2-dən 4 vurulsun -5 bölü 2, yəni müsbət 5 bölü 2 yazaq. Bir iki yolu müsbət qeyd edirik. Bura oldu 10. Digər, baxın bu üç bucağın sahəsində tapsaq, yenə düz bucağı üç bucaqdan katernasının yarısı 10 vurulsun 4 bölü 2, bu da olacaq 20. Deməli, yolu tapsaq 20, 10, 20 oldu. Deməli, 40 metr. Əgər yerləşməni tapsaq, müsbətləri eynən müsbət kimi də götürürəm, amma aşağıda fikir verin, 4 vur -5 bölü 2 idi, yəni -10 idi. Yerləşməni tapandasa 20, deməli, üstə gəlinsin 20, çıxılsın 10 yazırıq, bu da oldu 30. Yuxarıda 50 olmuşdu, üzr istəyirəm uşaqlar, 50 metr, 20, 20, 10, 50 idi. Yolun yerləşmə nisbətini istəyir, 50 bölünsün 30-dan olacaq 5 bölü 3, yəni bu variantı. 2. Sürüşməsiz deyilən radiusu diskin mərkəzin yerə nəzərən sürəti V-yə bərabərdir. A və B nöqtənin yerə nəzərən təcilləri nəyə bərabərdir? Deməli, uşaqlar, B nöqtəsi və A nöqtəsinin xətti sürətlərini çəkdim və bunlar irəliləmə sürətinə, yəni V-yə bərabərdir xətti sürətləri. İndi bizdən soruşur ki, A və B nöqtənin yerə nəzərən təcilləri nəyə bərabərdir? Baxaq. Birincisi onların yerə nəzərən sürətlərini tapıb, daha sonra təcillərini tapaq. B nöqtəsinin yerə nəzərən sürətini tapsaq, V yer B bərabərdir. İrəliləmə ilə eyni istiqamətdə olduğunu görə toplayırıq, oldu 2V. A nöqtəsinin yerə nəzərən sürətini tapsaq, irəliləmənin əksinə də baxılananda olacaq V çıx V-dən 0. Deməli, elə A nöqtəsinin təcili 0, A nöqtəsinin təcili 0, B nöqtəsinin isə deməli radiusumuz R idi. B nöqtəsinin də təcilini tapaq. A bərabərdir V kvadrat bölünsün R-dən. V kvadratımız yəni 4V. 4V kvadrat bölünsün R-dən almış olaraq ki, 4V kvadrat bölünsün R. Bu da B nöqtəsi üçün, yəni olacaq D variantı. Nömrəli tapşırıqla maddi nöqtəyə 2 qüvvə təsir edir. Bu cismin təcili hansı istiqamətdə yönəlir? Əvəzləyici qüvvəni tapsaq və əvəzləyici qüvvə ilə təcil edirik ki, eyni istiqamətdə yönəlir. F2 qüvvəsinin toplananlarını ayıraq. 2 Newton aşağı, 2 Newton da sola. F1 qüvvəsi 2 Newton yuxarıda. Deməli, bunlar gətirib bir-birlərini aparsalar, qalır 2 Newton sola, yəni bir istiqamətində yönəlmiş olacaq. 4-də İlerbein diaqramına uyğun bəndləri müəyyən edin. Ağırlıq qüvvəsi çəki ölçü vahidi Newtondur. Bəli, hər ikisinin ölçü vahidi Newtondur. Qravitasiya sahəsinin intensivliyindən asılıdır. Bəli, hər ikisi də qravitasiya sahəsinin intensivliyindən asılıdır. Elektromaqnit təbiətli qüvvədir, o çəkidir. Qravitasiya təbiətli qüvvədir, 4 ağırlıq qüvvəsi. Dayağa və yasqıya tətbiq olunur, çəki. Cismin ağırlıq mərkəzinə tətbiq olunur, ağırlıq qüvvəsi. Deməli, 4, 6, 3, 5, 1, 2 Y variantı. 5-də meyl bucağını artırdıqda dayağın reaksiya qüvvəsi və onun üzərindəki cismə təsirin ağırlıq qüvvəsi necə dəyişər? Ağırlıq qüvvəsi meyl bucağından asılı deyil, ağırlıq qüvvəsi dəyişməz, amma dayağın reaksiya qüvvəsi ağırlıq qüvvəsinin səthə perpendikulyar toplanına, yəni mj kosinus alfaya bərabər olduğuna görə, baxın, mj kosinus alfamız budur. Aşağıda olan qüvvəmizdir. Bunlar bir-birini tarazladığına görə kosinus alfa bucaq artdığına görə, deməli bucağı artdırdığına görə kosinus alfa neyinir? Azalır. Deməli, dayağın reaksiya qüvvəsi azalar, ağırlıq qüvvəsi isə dəyişməz. Azalar və dəyişməz. D variantı. Daha sonra 6. Kütlələri M və M olan iki cisim sükunətdə saxlanmışdır. Onları ehtiyatla buraxdıqdan 1 saniyə sonra M cisminin aşağı yönəlmiş sürəti 4 metr bölü saniyə olmuşdur. 4 metr bölü saniyə olmuşdur. M cisminin kütləsi 1 kiloqramdır. 1 kiloqram. Hərəkətə başlanan 1 saniyə sonra ipin gəlmə qüvvəsini hesablayın. İpin gəlmə qüvvəsini istəyir hesablamamızı. Yəni, təcil tapaq. Təcil tapmaq üçün V bərabər A vur T-dən. A bərabərdir V böl T, yəni 4 bölünsün 1 saniyədir. 4-də oldu 4. İndi bizə deyir ki, İpin gəlmə qüvvəsini hesablayın və M kütləsi 1 kiloqramdır. İpin gəlməsi solda və sağda bir-birinə bərabərdir. Sadəcə nəyə fikir vermək lazımdır uşaqlar? Böyük M cismi aşağı doğru təcillə hərəkət edir. Deməli, digəri isə yuxarı yönəlmiş təcillə hərəkət edir. Onda ipdə yaranan gərilmə qüvvəsi T bərabər olar
M vurulsun J üstəgəl A-ya bərabərdir. 1 vurulsun 10 üstəgəlinsin 4, 14 olacaq elə cavabınız 14 Newton A variantı. 7-də OX üzrə hərəkət edən cismin koordinatın zamandan asılı qrafiki göstərmişdir. Onun kinetik enerjisinin zamandan asılı qrafiki hansıdır? Birinci T sıfırana kimi görürük ki, yavaş hərəkət edib və sürət sıfıra bərabər olduğuna görə kinetik də sıfıra bərabər olub, yəni azalıb. T1 müddətinə qədərsə Y ilə hərəkət edib, artıb. Zamandan asılığı kvadratik olacaq, çünki YK bərabər MV kvadrat bölü 2-dir. V-nin də yerinə AT yazsaq, M vurulsun A kvadrat, T kvadrat bölü 2 almış olaq, yəni kvadratik. Ona görə A səhvdir, D səhvdir. Daha sonra biz dedik ki, əvvəlcə azalıb sonra artır. Ona görə B ilə Y də səhvdir olacaq C variantı. 8-də kütləsi 700 qram olan daş 45 metr hündürlükdən sərbəst düşür. Daşın uçuş müddətində ağırlıq qüvvəsinin orta gücünü hesablayın. Deməli, uşaqlar, gücün düsturu N bərabərdir. N bərabərdir. F vurulsun S bölünsün T'dir. Və uşaqlar, bilirik ki, bu sərbəst düşmədə hərəkət bərabər yenişin olduğuna görə burada S bölü T bizə sürəti yox. Çünki 2S bölü T'dən istifadə etsək, yenişin hərəkətdir. Bizə verəcəkdir V-ni. Deməli, S bölü T'nin yerinə V bölü 2 yazmaq lazımdır. Olacaq F vurulsun V bölünsün 2-yə. F-in yerinə MJ, V-nin də yerinə sərbəst düşmə olduğuna görə kök altda 2JH yazaq, bölünsün 2. Hesablamamızı aparaq, M-in yerinə 0,7. Gəlin yuxarıdan yazaq. M-in yerinə 0,7, J-nin yerinə 10. Daha sonra kök altda 2JH, 2J 20, 20 də 45-ə vursaq olacaq 9, 9-dan da çıxır 30, bölünsün 2-yə. Deməli, burada olacaq 210 bölü 2, 105 Watt. Görə hansı variantdadır? B variantında. 9. Yaylı rəqqas sərbəst rəqslər edir. Yük kənar vəziyyətində olduqda onun amplitudu artırılır. Bunun nəticəsində rəqqasın yükünün maksimal kinetik enerjisi və tezliyi necə dəyişər? Aha. Deməli, uşaqlar, onun amplitudunu, yəni XM-ni artırırlar kənar vəziyyətdə. Burada XM-i tutaq ki, buradaydı. XM-ni artırırlar. Bizdən soruşur ki, rəqqasın yükünün maksimal kinetik enerjisi. Maksimal kinetik enerji uşaqlar, yəni tam enerjidən gedir söhbət və tam enerjində düsturu. Deməli, M V maksimalın kvadratı bölü 2-dən V maksimalın yerinə omega XM yazırıq. M vurulsun omega kvadrat, XM-in kvadratı bölü 2. Gördüyümüz kimi artacaq. Amma tezliyin düsturu isə nü bərabər idi. Yaylı riyazi rəqqasın 1 bölü 2 pi kök altında J bölü L-dir. Bu kəmiyyətlərin heç biri dəyişmədiyinə görə o dəyişməz artar və dəyişməz Y variantı. 10. Sabit kütləli ideal qazın sıxlığının təzyiqindən asılı qrafik verilmişdir. Qaz molekullarının orta kvadrat sürəti arasında hansı münasibət doğrudur? Birinci sual izotermdə orta kvadrat sürət dəyişmir və konstantdır. İndi baxaq. 1-dən 2-yə izobar prosesdir və izobar sıxılmadır. Sıxlıq artırsa izobar sıxılmadır. İzobar sıxılmada deməli düsturumuz belə yazacaq. 3PV böl M. İzobar sıxılma, yəni sıxlıq artırsa deməli həcm neyinir? Azalır. Həcm azaldığına görə orta kvadrat sürət 1-dən 2-yə inib azalıb. Deməli, V1 böyükdür V2-dən. Daha sonra 2-dən 3-ə təzyiq artıb, amma həcm sabit qalıb. Təzyiq artdığına görə, təzyiqdən düz asdaxı, deməli, təzyiq artdığına görə həmçinin orta kvadrat sürətdə artacaq. Amma fikir verin, əvvəlki qiymətinə qədər artmış olacaq. Yəni, bu V3 ilə V1 bir-birinə bərabərdir. Əvvəlki qiymətinə qədər artdığını hardan başqa necə bilərik? Əgər 1 ilə 3-ün koordinat başlanğıcından keçən bir düz xətt olduğunu görə biliriksə və buradan bucağımıza baxaq və orta kvadrat sürətin düsturu 3P bölünsün rhodur. Deməli, bucağın tangensi və bölümü olduğuna görə bir düz xətt üzərində olan qiymətlər bir-birinə bərabərdir. V3 bərabərdir V1-ə, o da böyükdür 2-dən. Görək, harada var? D variantında. Başqa uşaqlar bunu necə yaza bilərdiniz? Ayrı-ayrı hərəkətlər kimi yox. Ayrı-ayrı hərəkətlər kimi yox. Elə birbaşa xətt keçirtməklə. Yəni, baxın, P böl rhodan. P-nin rhodan asılığına baxın, 1-dən 3-dən eyni xətt, 2-dənsə müəyyən nöqtədən xətt keçir və bucağın kotangensini verəcək bizə. Baxın, 3P bölünsün rho. Bucağın hansı qiymətini sizə verir? Kotangensini verir və kotangensdəki azalan funksiyadır. Birinci rübümüzdə deməli, bucaq artdığına görə, 2-də bucaq çox olduğuna görə 1-dən 3-dən kiçikdirlər.
11 kip bağlı şüşə qabdakı T1 30 dərəcə Selsi temperaturlu hava T2 bərabər 50 dərəcə Selsiyə qədər qızdırılır. Bu zaman qabdakı su buxarının parsial təzyiqi və havanın nisbi rütubəti. Aha. Deməli, havada şüşə qabdakı 30 dərəcə Selsiyə temperaturlu hava 50 dərəcə Selsiyə qədər qızdırılır. Bu zaman qabdakı su buxarının parsial təzyiqi. Qab bağlıdır. Bu izoxor prosesdir. İzoxor prosesdə ρ konstantdır. ρ konstantdır. P ilə T isə P T ilə düz mütənasibət olur. Deməli, təzyiq artacaq və nisbi rütubətin üstü F bərabər P bölü P0 vurulsun 100%. Aha, deməli, uşaqlar, burada P T ilə xətti düz mütənasibətdir. P0 isə doyan buxarda isə parabolik asıdır. Yəni, məsələn, kvadratik, kubik və s. asıdır. T üstü N qədər asıdır. N-dəki burada baxaq, tam ədədlər kimi baxaq. Uşaqlar, deməli, burada nə baş verir? Nisbi rütubət azalmış olacaq. Çünki, məsələn, tutaq ki, 1,6 dəfə artıb. 1,6 dəfə artıb, amma parsial təzyiq onun kvadratı dəfə artıb. Məsələn, artıb 2,56 dəfə. Təbii ki, görərik ki, nisbi rütubət daha çox azalmış olacaq. 12. Kütləsi M olan nazik halqanın səthi gəlmə əmsal siqma olan mahiyyətindən qoparmaq üçün şaqil olaraq minimal qüvvə tətbiq edir. Halqanın diametri hansı ifadədən təyin olunur? Aha. Deməli, sonra həlqədə demişdik ki, həlqədirsə bu həm iç tərəfdən toxunur, həm də çöl tərəfdən toxunur. Ona görə də aşağıya MJ, bir də 2 dənə siqma elimiz var. 2 siqma elimiz var. F dartı qüvvəsi deyir yuxarıdır. Aha, siqma eldə də elin yerinə pi d yazmaq lazımdır. Belə olacaq. F bərabərdir. MJ üstə gəlsin 2 siqma vurulsun pi d-yə. Buradan d-ni tapmaq üçün F-dən MJ-ni çıxıb 2 pi siqmaya bölmək lazımdır. Yəni B variantı. 13-də vakuumda sükunətdə olan nöqtəvi Q yükünün A nöqtəsində yaratdığı elektrik sahəsinin intensivliyi Y-dir. A nöqtəsində yaratdığı elektrik sahəsinin intensivliyi Y-dir. Onun C və D nöqtələrindəki intensivliklərin Y-nin düsturu K, Q bölünsün neçə R kvadratda A nöqtəsi üçün 4R kvadrat. Yəni 2 R'dir, 2 R'nin kvadratı olacaq 4R kvadratı. 4R kvadratı. Buna bir Y deyib və ya KQ bölü R kvadratına 4Y deyib. Deməli, C və D nöqtələrində. C nöqtəsində KQ bölünsün R kvadratı və biz dedik ki, KQ bölü R kvadratı 4Y olacaq. Deməli, C nöqtəsində 4Y'dir. C nöqtəsində 4Y'dir. D nöqtəsinə bax. D nöqtəsi ilə A nöqtəsinin eyni məsafədə olduğuna görə O isə ilə Y-yə bərabər olmuş olacaq. Ona görə də C variantı. 14. Sabit gərginlik mənbəyinin müqaməti 20 ohm olan rezistor və ona paralel olaraq kondensator qoşulmuşdur. Kondensatorun yükü 0,112 mikrokulon, rezistordan keçən cəryan şəti 2 amper olursa, kondensatorun tutumunu hesablayın. Aha, kondensatorun tutumunu hesablamaq üçün C bərabər Q bölü O ifadəsini istifadə etmək lazımdır. Q-ni verib bizə, onu tapaq. Onu da ohm qanundan I bərabər O bölü R-dən O bərabər R yazaq. I vurulsun R, 2 vurulsun 20-yə. Olacaq 40 volt. Yerinə qoyaq, gələk bura. Mikro ilə verib bizə. Mikro 10 üstü mənfi 6 deməkdir. 2 dənə də baxın, burada 0,112 var. Ona görə 10 üstü mənfi 8 yazacağım. 12 vurulsun 10 üstü mənfi 8 bölünsün 40-a. Həmin 40-ın sıfırını silib bura 10 üstü mənfi 9 edirəm. 12-ni də 4-ə bölsə olacaq 3 nanofarad, yəni A variantı. 15. Üfüqi yerləşmiş 2 paralel metal lövhə elektrik dövrəsinə qoşulmuşdur. Lövhələr arasındakı elektrik sayısı bir cinsdir və orada kütləsi M olan yükü 2 olan hissəcik tarazlıqdadır. Riasatın sürgüsünü sağa sürüşdürdükdə dövrədə cəryan şiddəti necə dəyişər və lövhə arasındakı yüklü hissəcik hansı istiqamətdə hərəkət edər? Aha. Deməli, uşaqlar, riasatın sürgüsünü sağa sürüşdürəndə, baxın, cəryan müsbətdən çıxır, gəldi, getdi mənfiyə doğru və burada əvvəlcə sürgün bu hissəsindən keçirdi. Sürgünü sağa doğru sürüşdürəndə keçən uzunluq artır. Uzunluq artdığına görə riasatın müqaməti R bərabər rho bölünsün S-ə görə. Uzunluq artdığına görə müqamət də artır. Müqamət artdığından dövrədən axan ümumi cəryan şiddəti neyəcək? Azalacaq. Çünki I bərabərdir. EHQ bölünsün R riastat, üstə gəlsin R rezistor, üstə gəl R idi. Və müqamət artdığına görə I-nin yer azalır. Dövrdən axan ümumi cəryan şiddəti azaldığına görə, baxın, həmin o cəryan şiddəti gəlir buradan keçir və burada olan gərginlik U neyəcək? O bərabər I vurur. I azaldığına görə O da azalar. Deməli, bu rezistorun gərginliyi azaldı, riasatınsa gərginliyi neyəcək? Artacaq. Və kondensator rezistora paralel birləşib. Rezistorun gərginliyi azaldığına görə kondensatorun da gərginliyi azalmış sayılır. Və kondensatorun gərginliyi azaldı. Demişdik ki, ona yükə burada təsir edir MJ və QY elektrik qüvvələri tarazlıqda olduğuna görə bunlar qiymətcə bərabər istiqamətcə əks edir. QY və Y-nin də yerinə U bölü D yazsaq, U bölü D. Deməli, bizdən nə soruşur burada?
necə hərəkət edər? F bərabər Q-yə, yəni yerinə U bölüdə yazıq. U azaldığına görə elektrik qüvvəsi azalar. Elektrik qüvvəsi azaldığından zərrəcik aşağı doğru düşər. Deməli, biz belə bir şey tapdıq. Cəryan şiddətini azalar tapdıq, eyni azalar tapmış. Cəryan şiddəti azalar və yük aşağı enər. 16. Sayısı 48 cm² olan metal lövhənin nikellə örtülməsi cəryan şiddətinin 0,115 amper qiymətinə 4 saat müddətində aparılmışdır. Nikel təbəqəsinin qalınlığını hesablayın. Aha. M bərabər KQ, Q-nün də yerinə IT yazırıq. M-in də yerinə ρV, V-nin də yerinə SH yazaq. V-nin də yerinə deyirik SH yazaq ki, qalınlığı tapa bilək. Bu da bərabərdir KIT-yə. Biz indi buradan tapacaq H. Rho-nu verib 9 vur. 10 üstü 3 S 48 cm-in kvadratı 1 cm-in kvadratı 10 üstü mənfi 4 metrin kvadratına bərabərdir. Vur H bərabərdir KIT-yə. K 0,3 vur olsun 10 üstü mənfi 6 I 0,15 yəni 15 vur. 10 üstü mənfi 2 ona görə bunu 28. T-nin də yerinə 4 saat yəni 4 vur olsun 3600 yazmaq lazımdır. 4 vurulsun 3600. İndi baxaq uşaqlar görək nə edirik. 4 ilə 48 aparaq qalsın 12. Daha sonra 3600-in 0-ını aparsaq burada qalacaq mənfi 6. Bu mənfi 6 ilə mənfi 4 aparsaq burada qalacaq üstündə mənfi 2. Aha. Başqa bu 0,3-ün 0-ını silirəm. Buranı deyirəm mənfi 3. Başqa görə nə qaldı? Burada 36 qaldı. 36-ın 9 gedir 1. Burada qaldı 4. 12 ilə də 4 gedir burada. Hətta burada 3 də var, 4 də var. 12 ilə 12 gedir. Qaldı burada 1. Burada sol tərəfdən aldıq. 10 üstü 3H bərabərdir. Burada yalnız 15. Vurulsun 10 üstü mənfi 3 qalıb. Deməli, H da bərabərdir. 15 vurulsun 10 üstü mənfi 6. Yəni 15 mikrometr D variantı. 17-də. Elektrik dövrəsi şəkil müstəvisində yerləşir. O nöqtəsində maqnit sahəsinin induksiya vektoru necə yönələr? Cəryan müsbətdən mənfiyə gedir. Cəryanımız deməli AB hissəsində yuxarı yönəlmiş oldu. Əgər naqilimiz yuxarı yönəlmişdirsə, sağ əl qaydasına görə baş barmağımız cəryan istiqamətində olanda bükülmüş 4 barmağımızın, yəni baxın bu bizim əlimiz istiqaməti haranı göstərir? Sağa doğru. Deməli bax buradan gəlib digər tərəfə gedir. Deməli sol tərəfdən gəldiyinə görə sol tərəflər nöqtə olmuş olacaq. 18. Rəqs konturundakı müstəvi hava kondensatorunun lövhəsinin ebonit lövhə daxil edilərsə, rəqs konturunun tam enerjisi və rəqs periodu necə dəyişir? Amma uşaqlar verməyib nəyin sabit qiymətində, amma cavabınızı uyğun olaraq verib nəyə? Q maksimal kvadrat bölünsün 2-yə uyğun olaraq verib. Deməli uşaqlar burada S-ni yerinə yazırıq. Epsilon 0S bölünsün D. Gördüyümüz kimi tam enerji epsilonun tərs asılı olmuş olacaq. Uşaqlar yendirəm, özləri orada nəsə qeyd etməliydi ki, biz bilək ki, bu düsturu yazmaq lazımdır. Deməli, tam enerji ona görə 4 dəfə azar. Periodun düsturu isə 2pi kök altında L vursaydı. S-ni açsaq, olacaq 2pi kök altında L vurulsun. Epsilon 0S böldü. Hava kondensatoru idi. İndi epsilon gəldi. Epsilondan düz mütənsibasıdır. Amma kök altı düz mütənsibası olduğuna görə 4-dən çıxacaq kök altında 2. Period 2 dəfə artar. Enerjisi 4 dəfə azalar. 19. 1 qram kütləsi olan maddə üzərində aparılan müşahidə göstərdi ki, qurğuşunun atomu nüvəsinin yarımparçalama periodu 3,3 saatdır. Hansı ifadələr doğrudur? Yarımparçalama periodu 3,3 saatdır. Aha. Başlanğıc halda olan qurğuşun atomların yarısı 3,3 saatdə parçalanır. Bu doğrudur. Yarısının parçalandığı müddət yarımparçalama periodudur. Digərləri də səhv olacaq. A variantı. 20. İşıq dalğasının uzunluğu hansı cihazla ölçülür? İşıq dalğasının uzunluğu difraksiya qəfəsi ilə ölçülür. 21. Parçalanmamış erbium nüvələrinin sayını zamanda asılı qrafika göstərmişdir. Erbiyumun bu izotopunun yarımparçalama periodu neçə saat? Deməli, sonra yarımparçalama periodu nüvələrin yarısının parçalandığı müddətdir. Məsələn, burada verməlidir ki, isə bölgə yarısı məsafə bərabərdir. Onu verməyib. Əgər yarısının parçalandığı müddət isə 160-dan 80-ə düşdüyü müddət bizə lazımdır. Baxın, bu müddət lazımdır. Əgər bölgə yarısı məsafə olursa 100, 150, 200. Deməli, bunun əvvəldə olacaq 50. D variantı. Müsbət yüklənmiş M kütləli zərrəcik intensivi Y olan bir cins elektrik sayısının qüvvə xəttləri istiqamətində L məsafəsi keçir və perpendikular istiqaməti induksiya B olan bir cins maqnit sahəsinə düşür. Zərrəcikin hərəkət trayektoriyasının radiusu hansı ifadələ təyin olunur? Deməli,
Müsbət yüklənmiş M sahəsinin qüvvə xəttlərinin istiqamətində L məsafəsi keçir. Müsbət yüklənmiş. Və perpendikular istiqamətin nöqtəsi B olan radius soruşur. MV bərabər QB ifadəsindən istifadə edib hesablayaq. MV bərabər QBR. V-nin də yerinə 2YU bölünsün M. Bu hardan çıxdı uşaqlar? MV kvadrat bölü 2 bərabər YU ifadəsindən alırıq. Və intensivi də bura gətirsə Y bərabər U böl L idi. Deməli, O da bərabər olacaq Y vurulsun L-ə. Deməli, buradan bizdən istəyir 52 radiusunu R. R-i tapmaq üçün MV-ni QB-yə bölmək lazımdır. QB-yə. İndi bərabər qoyaq. Hesablayaq. V-nin də yerinə kök altında 2QU. YU yox olsun, Q fərq eləmir. 2QU bölünsün M. Vurulsun, birdən də M-imiz burada var. Bölünsün Q vurulsun B-yə. Həm N-mi, həm də Q-nü salaq kökün içərisinə. Olacaq belə. M kvadrat vurulsun QU bölünsün M. Burada təzədən uşaqlar kəsir xəttimiz var idi. Həmin Q-nü də salsa olacaq burada Q kvadrat. B-ni salmayaq. B qalsın çöldə 1 böl B kimi yazaq. Burada O var idi. Q-lərimiz getdi. M-lərin də biri getdi. Belə bir ifadə aldıq. 2MU bölünsün Q vurulsun 1 böl B-yə. Onun da yerini yazırıq. Y vurulsun L. Deməli 2MYL. Görək harda var. A variantında. İcazə 0,5 Tesla olan şaquli bir cins maqnit sahəsində uzunluğu 1 metr olan üfüqə yerləşmiş naqil bərabər təcillə hərəkətə başlayır. Naqil yerini 1 metr dəyişəndə onun üzərində 2 volt induksiya heqi yaranır. Naqilin təcilini hesablayın. Deməli, heqin düsturu LV sinus alfada 90 dərəcə olduğuna görə sinus yazmırıq. V-nin də yerinə deməli, təcil istədiyinə görə deməli, baxın, belə bir düsturumuz vardı. S bərabərdir. V kvadrat bölünsün 2A. Burada təcil istədiyinə görə V-nin yerinə kök altında 2AS yazırıq. EHQ bərabərdir. B vurulsun L. Kök altında 2AS. EHQ 2-dir. B 0,5-dir. Uzunluq 1-dir. Kök altına 2A vurulsun. Yer dəyişmədə 1-dir. 2-ni 0,5-ə bölsək. Deməli, 20 böl 5-dən düşür 4. Hər tərəfdən kök alsa, hər tərəf kvadrat yüksəltsək 16 bərabər 2A-ya. A da bərabər olmuş olacaq 8 metr böl saniyə kvadratına. 24. Sarxazdan keçən maqnit sabit qiymətinə sarxaz induktivini 3 dəfə azaltdıqda maqnit enerjisi 40 mJ artdı. Maqnit enerjisinin başlanğıc qiymətinə maqnit sabit qiyməti isə düsturumuz olacaq F kvadrat bölünsün 2L. Deməli, maqnit enerjisi F kvadrat bölünsün 2L-dir. Gördüyümüz kimi tərs mütəmsil basıqda induktivliyi 3 dəfə azaltmaq enerjinin də 3 dəfə artmasına gətirib çıxardır. Deməli, W2 bərabərdir. W üstəgəl, W1 üstəgəl 40. Plusdakı da 3 dəfə də artıq gətirib çıxardı 3W1-ə. 2W1 bərabər 40-a, W1 də bərabər olacaq 20 millijoula. Daha sonra uşaqlar 25. Toplayıcı nazik linzanın baş optik oxu üzərində yerləşən cisim 2 dəfə böyüdülmüş həqiqi xəyal alınır. Linzanın optik qüvvəsi 5 dioptriyadır. Cisimdən onun xəyalına qədər olan məsafəni. Deməli, 2 dəfə böyüdülmüş xəyal F bərabər 2D olmaq deməkdir. Cisimdən onun xəyalına qədər olan məsafə, yəni D üstəgəl F məsafəsini bizdən soruşur. Optik qüvvəni 5 dioptriya verib. Deməli, optik qüvvənin düsturunu yazsaq, nazik linza düsturu 1 böl D üstəgəlinsin 1 böl F. F-in də yerinə 2D yazaq. Bura 2D yazsaq, orta məxrəc ilə 2D olacaq. Bura düşəcək 2. Deməli, 5 bərabər olacaq 2D. Yuxarıda da olacaq 3. Deməli, belə bir şey olacaq. D də bərabərdir. 3 bölünsün ona, yəni 0,3-ə. D 0,3-də, F isə 2D-dir. F də bərabər olar 0,6-ya. Bizdən ikisi arasındakı məsafəni istəyir. Cəmlərini olacaq 0,9. 26. Dəyişən cəryan dövrəsinə qoşulmuş hava kondensatör növləri arasında dielektrik daxil etdikdə tutum müqaviməti artar, tutum müqaviməti azalar və cəryan şərti. Deməli, XC-nin düsturu 1 böl omega C-dir. Ohm qanunumuz I maksimal da bərabərdir. U maksimal bölünsün XC-dir. XC-yə nə götürsə, I-yə onun əksini götürərik. Bizə deyir ki, lövhə arasında dielektrik daxil etdikdə C-nin yerinə yazırıq deməli.
1 bölünsün omega vurulsun epsilon, epsilon 0s böldü. Gördüyümüz kimi x epsilondan tərs mütənasib asdı. Dilik daxil edəndə x necə azalır. X azaldığına görə cəryan şiddətinin amplitudu qiyməti artar. Deməli, müqavimət azalar, cəryan şiddəti artar. 2 və 4. 27. Uyğunluğu müəyyən edin. Fotoeffekt zamanı düşən fotonun intensivini və dalğa uzunluğunu artırdıqda. İntensivini artırıqsa, maksimal kinetik enerji olan intensivini asılı olmayıb, tezliyindən düz, dalğa uzunluğuna isə tərs asılıdır. Ona görə də dalğa uzunluğu artdığına görə kinetik enerjisi azalar. Fotonların maksimal sürəti, o da eynən kinetik enerji kimi azalar. Çıxış dəyişməz, çıxış yalnız metal növünə asılıdır. Doyma cəryan şiddəti doyma saydan bir də işığın intensivini düz asılıdır. İntensivini artırdığına görə o da artacaq D bura. Say da həmçinin, bunlar bir-birlərinə düz mütənasib asılıdır, o da artacaq. Deməli belə oldu. 1D'yi, 2AB, 3C. Simin 28. Simin vakuumdakı çəkisi 1,6, yəni P0 bərabər 1,6. Sudakı çəkisi P bərabər 1,4 olarsa simin sıxlığını hesablayın. Aha, F Arximedin düsturu P0 çıx P, yəni deməli 1,6-dan 1,4 çıxsa 0,2 Newton almış olaraq cismin sıxlığını istəyir. F Arximedin bir də belə bir düsturu var. Deməli, Romayı böl rho cisim vurulsun mg. Mg-dəki P0 deməkdir. Rho cisim, aha, indi hesablayaq uşaqlar. F Arximed, deməli bu bərabərdir nəyə? F Arximed 0,2-dir. 0,2 bərabərdir Romayı, yəni 10/3. 10/3. Bölünsün rho cisim vurulsun P0. P0'da 1,6 demişdik. 1,6 ilə 0,2 gedir. Burada qaldı 8. Deməli, rho cisim də bərabər olacaq. 8 vurulsun 10/3, yəni 8000 kiloqram bölünsün metrin kubuna. 29. Verilmiş kütləli bir atomlu ideal qazın daxili enerjisinin təzyiqini asılı qrafiki göstərmişdir. Uyğun üsullardan istifadə edərək bu qazın sıxlığının həcminin asılı qrafikini çəkin. Deməli, həcmdən sıxlığın həcminin asılı qrafikini. Deməli, verilmiş kütləli bir atomlu qazdır. Ona görə rho bərabərdir M böl V'dir. Prosesə baxsaq, daxili enerji onda sabit olur ki, izotermik proses olsun, yəni T konstantdır. Ona görə elə rho ilə V bir-birinə tərs mütənasib asılıdır və burada təzyiq artıb. Təzyiq artıbsa, görək həcm və sıxlığa nə olur? Deməli, PV bərabər M böl M RT-dən. Temperatur sabitdir. Təzyiq artdığına görə həcmin tərs asılır. Həcm azalacaq. Həcm azaldığına görə sıxlıq artan qrafiki çəkmək lazımdır. Gəlin buradan çəkək. Deməli, sıxlıqla həcm bir-birindən tərs asılır. Sıxlıqla həcm tərs asılır. Sadəcə qrafik ilə götürürük ki, işarəni elə qoyuruq ki, sıxlıq artsın, həcm azalsın. 30. Havasız kamerada intensivliyi olan bir cins elektrik sayısı və ona perpendikular istiqamətdə induksiyası B olan bir cins maqnitizasiya yaradılmışdır. Kameraya Y və B vektoruna perpendikular istiqamətdə proton daxil olur və deməli, o düz xətli bərabər sürətlə hərəkət edir. Protonun sürətini artırdıqda onun trayektoriyası necə dəyişir? Uyğun düzlərdən istifadə edərək izah edin. Deməli, əgər bunun trayektoriyası düz xətlidirsə, protondur, intensivi müsbətdə başlayıb mənfidə bitir. Buna təsirlə elektrik qüvvəsi hara yönəlir? Sağa yönəlir və sol əl qaydasından Lorentz qüvvəsini tapsaz, o da görəcəksiniz ki, yönəldi hara? Sola doğru. Deməli, bunlar əgər bərabər sürət edirsə, F Lorentz bərabər QY idi. Yəni elektrik qüvvəsinə bərabər idi. İlk halda qiymətcə, istiqamətcə əksdirlər. Daha sonra sürət artanda F Lorentz bərabər QVB-dir. Lorentz qüvvəsi sürət artdığına görə Lorentz qüvvəsi artar. Lorentz qüvvəsi artdığına görə artıq bunlar bir-birini tarazlamayacaq. Zərrəcik hərəkət edəcək hara doğru? Sola doğru hərəkət etmiş olar. Sağ olun uşaqlar.